Həqiqətən də semiçkanızı qoyun qarşınıza. Rahat şəkildə istirahət eləyə, dinləyin. Çox gözəl bir evin, şəxsi evin təqdimatındayım. Ev bir yana, yerləşmə yeri bir yana, bağ-bağçada bir yana. Gördüyünüz kimi belə bir bar verən meyvə ağaclardır. Gördüyünüz kimi hal-hazırda çiçək açıb. Bu hissədə bu şefilləri görməyinə baxmayaraq 2 metr məsafəsi var. Yəni zabordur. Sadəcə ev sahibi burada ağac hissəsini ayırıb, amma bunlar hamısı yığışdırılacaq. 2 metrdə bu hissədə ərazisi var. Bağ sahəsi var. 2 metrdə bağ sahəsi var. Bir daha evimizin üst görünüşünü göstərib. 3 mərtəbəli kolonlardan inşa olunmuş, üzü ağlaydan üzlənilib. Keçək evimizin ilk öncə qaraj hissəsini göstərim. Baxın, dəyərli izləyicilərimiz. Belə bir qaraj hissəsi var. O dediyim kimi o 2 metr məsafədə evin yan tərəfindən də buraya yol gəlir. Bakın, onu da göstərim sizə. 2 metr dediyim hissə, bax bu hissədir ki, buradan da bunlar açılandan sonra genişlənəcək bura. Evin yan tərəfinə, arxa tərəfinə keçmək olur, rahat şəkildə. Evin alt hissəsinə 4 maşınlıq qarajı var, hörmətli izləyicilərimiz. Burada belə bir əlavə köməkçi otaq. Bu hissədə sanitar qovşaq əlavə olaraq və yay üçün mətbəxdir. Əsl istədiyiniz istirahət etmək üçün bağ evi. Bugünkü gün üçün çox böyük üstünlükdir və bu tip evlər tez satılır. Belə bir də əlavə köməkçi otağı var. 2 qardaşadır, hörmətli izləyicilərimiz. Bu hissədən, gördüyünüz bu zabor hissədən zabor davam edib evin, 2 evin arasından tamamlanacaq. Yəni ayrılacaq. Sadəcə 2 qardaş birlikdə yaşadığına görə ara hasarı yarımçıq saxlayıblar. Əsas birinci yaşayış olan mərtəbənin təqdimatındayım. Bura gördüyünüz kimi birinci mərtəbənin dəhlizidir. Döşəmə, taxta, poldu, dəyərli izləyicilərimiz. Geniş evdir, həqiqətən almağa dəyər. Sağ tərəfdə belə bir mətbəx yerləşir. Görürsünüz, dostu rahat şəkildə yerləşdirib. Membran mətbəx mebelidir. Sadəcə əşyasız satılır, pəncərəsi öz bağ sahəsinə baxır. Həqiqətən geniş, möhkəm bir evdir. Bura isə evin birinci mərtəbədə olan, belə deyək, yataq otağıdır. Sadəcə ev sahibi buranda əlavə olaraq qonaq otağı kimi istifadə edir. Amma əslində qonaq otağı buradır. Baxın, maşallah olsun. Qonaq otağı çox genişdir. Belə bir böyüklükdə qonaq otağı var. 3 pəncərəsi var. Arxa tərəfinə həyətyanı sahəsinə baxır. Qonaq otağının ölçüsü çox böyükdür. Bütün əşyalar rahat şəkildə yerləşdirilib. Özünüz də şahid olursunuz. Qoşa qapıdır. Burada yerləşir sanitar qovşaq. Ev çox böyükdür, çox genişdir. 6 otaqdan ibarətdir. Hörmətli izləyicilərimiz, özünüz şahid. Birinci mərtəbədə bir qonaq, bir yataq otağı əlavə şəkildə yerləşdirilir. Üzr istəyirəm. İkinci mərtəbədə isə 4 yataq otağı yerləşir. Burada yataq otağından birincisi, yəni şəxsi ev budur da, yəni yataq otaqlarının ölçülərini görürsünüz, çox genişdir. Ev sahibi demək olar ki, ikinci mərtəbədən o qədər istifadə etmir. Otaq çox genişdir, əşyalar tam şəkildə yerləşdirilib, özünü şahid olursunuz. Burada yerləşir növbəti yataq otağı və bu hissədən eyvana çıxış. Burada sonuncu yataq otağı. İkinci mərtəbənin sanitar qovşağı qismən təmirlidir. Yəni ki, hazırdır, sadəcə döşəməsinin metlağı qalır. Qalan hissələr hər birisi hazırdır. Hörmətli izləyicilərimiz, gördüyünüz bu gözəl evimizin start və şəxsi evdir. Start və qiymət 235 bin manata təklif olunur. 6 otaqdan ibarətdir. 3 sot yarım torpaq sahəsində inşa olunub. 051 635 1797 nömrəmizdə əlaqə saxlayıb daha dolğun məlumat ala bilərsiniz. Yerləşmə yeri Abşeron rayonu Masazır qəsəbəsi. İdeal ərazidir. Bakı-Sumqayıt yolunun yaxınlığında Mətanət A şirkətinin tam yaxınlığında qapısınacan asfalt. Birbaşa Bakı-Sumqayıt yoluna çıxışı var. Gənclər şəhərciyinin arxa tərəfində yerləşir. Əlaqə saxlayıb daha yaxından tanış ola bilərsiniz.